Əməkdar jurnalist Xoşqədəm Hidayət qızının başına iş gəlib. Tanınmış telejurnalist Səni Axtarıram proqramının aparıcısı Xoşqədəm Hidayət qızı İtaliyada alış-veriş edərkən onun kartından 95 manat pul çəkilib. Qeyd edək ki, Xoşqədəm Hidayət qızının anası Ofeliya xanım bir müddət əvvəl vəfat edib. Mərhumun 40 mərasimi mayın 24-də Heydər məscidində keçiriləcək. Aparıcı Sərxan Kərəmoğlu maraqlı açıqlamalar verib. O, bundan 22 il öncə onun proqramında əlbəyaxa olan müğənnilərdən danışıb. Sərxan Aynur Dadaşovanın həmkarı ilə saç yolduya çıxdığı hadisənin görüntüsünün pulla satıldığını bildirib. Həmin davada mənim dərdim LED dekor idi. Biri aşsaydı, dava mənə vacib deyildi. Bir dekor aşsaydı bütün studiya uçacaqdı. Televiziyada satqınlar var. Həmin kadrları operatorlardan biri 100 dollara Soy Production'a satdı. Onlarda olan bir işçi isə Oqtay Əliyevdən xəbərsiz 300 dollara ATV-yə satıb.